Bugünkü xəstəmizin 12 yaşı var. Anadan gəlmə ürək qüsuru ilə doğulmuş uşaqlardandır. Qulaqçıq arası səfər defekti ilə doğulubdur. Qız uşağıdır. Yəni bütün estetikliyi nəzərə alaraq, həm də körpədir deyə döş sümüyünü kəsmədən ancaq qabıq arası girişim elədi. Yəni torakotomi kiçik, balaca bir kəsiyi apararaq defektimizin ksenoperikatdan istifadə etməklə bağlayırıq Allahın izni ilə. Vaxtında müraciət eləmiş xəstədir. Belə xəstələrin 100%'li sağalma nəticələri 100% olur Allahın izni ilə. İnşallah ki, gələcəkdə ana olar, övladı olar, tam normal doğuşun, hər şey yəni normal bir insan kimi həyatını sürər inşallah.